Dostlar, bugünkü yardımımızı da mənə İşıq İdarəsində işləyən dostum Əlvan müəllim kömək elədi bunu gətirməyə. Vəziyyəti də nəbi də çəkdi. Siz sözünüz tapsınız var, mənim gözəl bacım. Allah Taala canınızı sağ eləsin. Hər iki bayramlarınız mübarək olsun. Düşərli olsun. Canınızı birinci növbədə sizə can sağlığa arzulayacağım. Çox sağ ol, varım. Buradan nə qədər Azərbaycanlılarımız var, hamısına can sağlığa. Sağ ol. Bu hədiyyələri də yenə deyirəm, İşıq İdarəsində işləyən Əlvan müəllim göndərdi, yəni onun hesabını ödədi. Mən də gətirdim sizə. Sizin həm Novruz bayramınızı təbrik eləmək. Sağ ol deyəsiniz. Sağ olun, hava xoşunuz olsun. Əskərlərimizə də Allah can sağlığı versin. Amin, amin. Allah şəhidlərimizə də Allah rəhmət eləsin. Amin, amin. Allah Taaladan istəmişəm, qazilərimizin də can sağlığı versin. Sağ olun, var olun. Allah köməyiniz olsun. Hava xoşunuz olsun. Prezidentimizə də. Dostlar, bax burada Əhbərin yeridir, dostumuz Əhbər. Kartoşkanı da, soğanı da, yəni deyirəm, Əhbər özü verir. Allah ondan da razı olsun. Əziz dostlar, biz Ağsəmnatda ailələrə bax, indi meyvə almağa gəlmişik David qardaşımızdan. Allah ondan razı olsun. Hani bu da Beyləqam bazarına yerləşir. Hamı tanır da, David nətər yaxşı qardaşdır. Yəni deyirəm, Allah ondan da razı olsun. İndi həmin ailəyə biz meyvəni də buradan götürəcəyik.